ətrafımız hər bir sahə radiasiyadır. Yəni müharibələr gedir. Qalxanvari vəzdə səthdə yerləşən bir orqan olduğu üçün, yəni bu dalğalar daha çoxdur və ona görə də son zamanlar qalxanvari vəz xəstələri üçün Hashimoto deyilən avtoimmun xəstəliklər daha çox rast gəlinir. İnsan harda hiss eləməlidir ki, zob problemi artıq var? Zəhərli zobda çəki itkisi, yəni sürətli bir şəkildə başlayır insanlarda arıqlama baş verir, səbəbsiz yerə. Sonra əsəbilik olur, ağlağanlıq olur ya bu insanlarda, həyəcanlı olurlar, əlləri tərləyir, yəni bəzən görürsən əllərinin əsməsi kimi, bədənin sirkələnməsi kimi şikayətlər olur. Ürək döyüntüsü, yəni ürək çırpıntısı daha çox olur. Saç tökülməsi olur, dəridə yağlılıq kimi əlamətlər olur. Müayinə etdiyimiz pasientlər içərisində daha çox gənclərdə bu xəstəliyin geniş yayılmasını görürük. Yeni ailə quran qızlarımız var ki, hamilə qala bilmirlər. Həmin bu zob xəstəliyi ola bilər səbəb? Hamiləlik planlaşdırılsa mütləq o hormonlara baxılmalıdır ki, yəni hormonlar normal səviyyədə olarsa hamiləlik planlaşdırılır və yaxud hamilə qala bilərlər.